Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Son illərdə qida zəhərlənmələrinin sayı günü-gündən artır. Bir çox hallarda qida zəhərlənməsinin dəqiq olaraq hansı qidadan olduğu da göstərilmir. Xüsusilə bu hallar temperatur yüksəldikcə, isti havalar gəldikcə daha da çoxalır. Bu fikirləri redaktor Azza açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məsədi Hüseynova Naxçıvanda baş verən kütləvi zəhərlənmə ilə bağlı fikirlərini bölüşərkən dedi. Ümumiyyətlə, zəhərlənmələrdən qorunmaq üçün yaxşı olar ki, qida qəbul edərkən mənşəyi məlum olan, saxlanma şəraiti və temperaturu uyğun olan, qida qonşuluğu prinsipi pozulmadan saxlanılan qidalara üstünlük verilsin. Bu, həm marketlərə, həm də yaşayış obyektlərinə aiddir. Eyni zamanda evdə də bu qaydalara əməl etmək lazımdır. Bişirilmə və bişirilmədən sonra saxlanma qaydalarından çox şey asılıdır.